Tam isə modelinə görə Leyla ayaqqabıya və paltoya nə qədər pul verdi? Ayaqqabı görürük ki, burada bir dənəsi, deməli 3K-sı biləcək. 3K-ya bərabərdir və onun da bir dənəsi 16-dır. Deməli 3 vur 16 bərabərdir 48. Ayaqqabı 48 manatdır və palto 1, 2, 3, 4, 5, 6. Paltonun 6-da 4 hissəsi, yəni 6-da 4 vurulsun P, bərabərdir 48 manata. Çünki 6-dan 4-ü ayaqqabının qiyməti ilə eyni gəlir. P bərabərdir 48 vurulsun 6 bölünsün 4. Buradan alarıq 12, 12-ni də 6-ya vursaq 72. Deməli, ayaqqabı bərabərdir 48-ə, palto bərabərdir 72 manata və cəmi pul ödəyib 0, bir də yadda 12, 120 manat pul ödəmiş olur.